Allah Teala özü İbrahim, Musa əleyhissalamla danışanda getmişdi Allahla danışmağa. İndi fikir verin, Musa əleyhissalamın deməli səhrada gedir Allahla danışmağa və amma onun qəlbində ailəsi olur. Aha, Allahdan başqası var. Düşünür. Yəni Musa əleyhissalamın xanımı onda biz baxsaq kitablarda xanımı uşaq dünyaya gətirməli idi. Yəni hamilə idi. Bəli. Və o xanımı ilə gecə səhra qaranlıqda gedir. Nəsimi də bunu qəşəng deyib. Deyir ki, hər kim ki muştaq olmadı şol dilbərin didarına. Yəni muştaq olmaq lazımdır, ancaq onu istəmək lazımdır. Onun didarına, yəni onun görüşünə yetişmədi Musa kimi anəstü narın narına. Quran-ı Kərimdə Musa peyğəmbər ailəsi ilə gedir qaranlıqda, səhrada. Ailəsi də hamilədir. Uşaq dünyaya gətirəcəkdir. Və o çətinlikdə idi. Və səhra qaranlıqdır. Bunu istəyirəm təsəvvür eləyək. Və uzaqdan bir od görür. Anəstü narən deyir. Uzaqdan bir od görür. Həmin ailəsinə deyir ki, sən burada dayan. Mən gedim o oddan ya gətirim, yolumuza davam eləyək ki, biraz götürüm gəlim. Ya da ki, bir soruşum orada, məsələn, yolu soruşum. Məlum olur ki, itirirlər yolu. O, çünki muştaq idi. Allaha çatmaq istəyirdi. O gedir, istəyir, şövqü var deyə o Allaha çatır orada. İşarə verir Allah bir odla, əslində od deyil idi, o ağacla gedir orada ağacın arxasından səs gəlir. İndi məsələ budur ki, Musa peyğəmbər ora gedəndə Allah Teala ayədə xəbər verir ona ki, Bismillahirrahmanirrahim. Fəxlə nə'leyk innəkə bilvadil müqəddəsi tuva. Nə'leynlərvi çıxart. Başmaqlarını çıxart. Burada bir irfani işarə var. Ariflər deyirlər ki, burada nə'leyn iki dənədir də, iki başmaq, bir cüt başmaq. Bir cüt başmağın biri xanımına bağlılığını göstərir. Digər isə övladına. Ana bətində olan uşağı. Hə, çünki orada xanımı var idi və övladı var idi. Bunlardan narahat idi Musa. Düzdür, gəlmişdi. Fikri oradaydı. Allah Teala da bu ki, sən gəlmisən mənlə danışmağa, sən gərək bunları qəlbindən çıxardasan, zehnindən çıxardasan, ancaq mənə fikir ayırasan, fikrini mənə verəsən, cəmləyəsən. Ona görə orada görürsən, çağırmaq məsələsində biz dedik ki, Allah Teala bu ki, mən cavab verirəm, amma çağırsalar mən cavab verərəm. Çağırmağın mənası budur ki, çağırmaq o zaman Allah deyən çağırmaq hesab olunur ki, orada hər şey unudasan. Bu qəribə gələr insanlara, amma Allahla danışanda söhbət gedir. Nəinki qəlbindən çıxar da onları saymamazlıq. Yox, onları da elə Allah tapşırıb insana, öz ailəsini, öz övladlarını. Amma Allahla danışanda başqasını şərik qoşmamaq lazımdır.